Salam aleykum hörmətli izləyicilər. Gördüyünüz bu taxtanı kəsib üzərinə adınızı stəkanlar düzmüşəm. Məqsəd pomidor ştili hazırlamaqdır. Deməli, lampadır və ətrafı optik lövhədir. Burada da məqsəd şüanı gücləndirmək və istiliyi daha dəqiqləşdirmək üçündür. Bu məni qane etmədiyi üçün istiliyin saxlanma qanunu prinsipinə əməl edib bu kimi ətrafına lövhələr və düzdüm. Və daha da təkmilləşdirmək, bundan sonra daha təkmilləşdirmək qərara gəldim. 70 santlıq boru götürdüm və saç feni, bildiyiniz kimi saç feni boruya keçirilir və borunun ətrafları deşilir ki, fenin küləyi bərabər paralel olaraq paylansın. Və məlumdur ki, bu düz deməli parnikin mərkəzinə yerləşdirilməlidir ki, istilik bərabər paylansın. Parnikin də üzəri salafanla örtülü olur. Və imitasiya üçün, eksperiment üçün feni əvvəlcə özünü yoxladım, sonra boruya keçirib borunun dəqiqlərinin hansı səviyyədə olacağını və istiliyin hansı formada paylandığını dəqiqləşdirdikdən sonra çöl şəraiti haqqında düşünməyə qərara aldım. Çöl şəraiti haqqında da ki, indiki qarşıdakı video sizə göstərirəm. Deməli, məlumdur ki, fen rozetkaya qoşulur. Rozetka da təhlükəsiz şəraitdə olmalıdır. Bunun üçün də bu kimi qutu quraşdırdım, üzərinə düzəltdim, hazırladım ki, yağışdan qorunsun. Günəş panelli LED lampa da quraşdırdım, gecə işığıdır, gündüzlər yığır, axşamlar istifadə olunur. Bu boru parniki havalandırmaq üçündür. Qapağı da məlum ki, petlə formasında açılıb bağlanır. Deməli, müşahidə edirsiniz və qapağını bağlayırsınız. Çox sağ olun, diqqətiniz üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun.